Yadınızdadsa, hardasa 2010-2011 ərəfələrində hələ TikTok, Instagram olmayanda Facebook təzə çıxan momentdə, ondan qabaq hamı Mailrda falan yazışırdı. Bu Facebook təzə çıxan momentdə heç kim ilk öncə öz şəklini qoymurdu. Yəni nəsə hansısa kinodan ya serialdan ya başqa bir internetdən bir şəkil qoyurdu öz avatarına belə. Heç kim öz şəklini paylaşmırdı. Sonra yavaş-yavaş zamanla hamı başladı şəklini paylaşmağa, amma birinci paylaşanlar həmişə qınaq obyektinə çevrilir. Buna bu şəkildir. Yəni inanın ki, bugünkü video çəkmək, blog çəkmək və yaxud öz məhsulun haqqında danışmaq eyni vəziyyətdir. Bugün sizi qınayanlar sabahların sizin yolunuzla gedəcək. Buna necə tez başlamaq isə heç kimi dinləmədən, rahat, sərbəst, yəni o bariyeri atlatmaq üçün Telegram kanalda dərslər var. Yəni o dərsləri keçən kimi sizin heç kimin düşüncəsi önəmli olmayacaq. Yəni o təkcə belə deyim, daha nastroyka dərsləri deyil də. Burada TikTokda belə eləsən, videolar belə qabağa düşəcək, belə eləsən belə qabağa düşəcək. Yox. Orada ən çox psixoloji məqamdır. Çünki bloger olmaq üçün ilk öncə sən psixoloji hazır olmalısan. Sonra telefonu necə tutmaq, ilk hansı kamerayı çəkmək lazımdır. Yəni arxa yoxsa qabaq, yəni X1-də yoxsa X2-də yoxsa X7-də. Yəni belə nüanslar var, çoxdur. Amma hər şeydən öncə psixoloji məqamdır və bu da dərslərdə inşallah